Bugündən etibarən riyaziyyatdan müəyyən çətinlik çəkə biləcəyiniz mövzuların izahına başlayır və bugünkü ilk mövzumuz funksiyalara aid olacaq. Funksiyalar mövzusunun daxilində biz bugün tək cüt funksiyalar, təyin oblasti, qiymətlər oblasti, tərs funksiya, xətti funksiya və parabolanı öyrənməyə çalışacağıq. Əvvəlcə biz bilməliyik ki, funksiya nədir? Funksiyanı biz çoxluqlarla təsəvvür edə bilərik. Məsələn, bu bizdə x çoxluğu, bu isə y çoxluğu ola bilər. X-in elementləri x1, x2, x3, xn, y-də y1, y2, y3, yn kimi nəzərdə tutulur. Funksiya odur ki, x çoxluğundan olan x1 elementinə, məsələn, buradan y1 elementi uyğun gəlsin. Bunu necə təsəvvür edə bilərik? Tərkib daha doğrusu necədir? X çoxluğunda olan hər hansı bir x elementinə yalnız və yalnız bir y uyğun gəlsin. Məsələn, biz buradan x1-i deyə bilmərik ki, bu funksiyanın nəticəsinə görə həm y1-dir, həm də y2-dir. Hər bir x1-ə yalnız yeganə y daxil olmalıdır, aid olmalıdır. Ancaq bunun əksi mövcuddur. Məsələn, bir dənə ola bilər ki, y1-imizə həm x2, həm də x1-i funksiyada yerinə qoyduqda biz həmin y1-i ala bilərik. Bu da ki, tərs cüt funksiyalara aiddir ki, hansı ki biz öyrənəcəyik. Funksiyaları daha sadə dildə necə təsəvvür edə bilərik? Bundan hər hansı bir maşın kimi təsəvvür etmək mümkündür ki, biz müəyyən məmulatı, giriş məmulatlarını daxil edirik və o sonunda bizə yekun məhsulu verir. Burada nəzərdə tutduğumuz input, yəni giriş məmulatları x-lər, çıxış məmulatları outputlar isə y-lərdir. Funksiyanın iki cür dəyişəni olur. Bunlar sərbəst dəyişən və asılı dəyişəndir. Sərbəst dəyişən bizdə x, asılı dəyişən isə y-dir. Sərbəst dəyişənlər, yəni istənilən dəyəri ala bilirlər, təbii ki, təyin oblasını ödəməklə. Ancaq y isə özünün müstəqil bir qiyməti yoxdur. O, x-in həmin funksiyadakı dəyərindən asılı olaraq dəyişir. Buna biz, məsələn, belə bir funksiya yaza bilərik. Y bərabərdir x üstəgəl 5. Biz burada x-ə təyin oblasti hər şeydir bunun, xətti funksiyadır. İstənilən qiyməti verdikdə həmin x-ə uyğun müvafiq y qiymətini alırıq. Yəni y x-dan asılı şəklində dəyişir. Buna görə də asılı dəyişən deyilir. İndi funksiyanın təyin oblasti qiymətlər oblasından danışaq. Təyin oblasti funksiyanın ala biləcəyi qiymətləri göstərir. İndiki bu çoxluqlar nümunəsində bizim təyin oblastımız x çoxluğu olacaq. Təyin oblasti odur ki, bu x-lar aid olmayan heç bir nöqtədə funksiyamız təyin olunmaz. Məsələn, riyaziyyatda bildiyimiz ən məşhur təyin oblasti problemləri, məsələn, bu funksiyaya aid ola bilər, 1 böl x. Biz bilirik ki, bu halda x sıfırdan fərqli olmalıdır. Deməli, bu hiperbola funksiyasının təyin oblastında x sıfırdan fərqli olmalıdır. Yəni, x bu funksiyanın təyin oblastına daxil deyil. Daha sonra nələr bilirik? Məsələn, kök funksiyasında y bərabər kök altı x-in təyin oblastında isə x həmişə müsbət olmalıdır. X-in mənfi olduğu hallara baxılmır, ancaq sıfırı da götürmək lazımdır müsbətlərin arasında. Başqa, bu təyin oblasti, yəni x-in ala biləcəyi qiymətləri göstərir. Qiymətlər oblasti isə bizim verdiyimiz x-lərə əsasən funksiyanın, yəni y-lərin aldığı qiymətlərdir. Təyin oblastında hər bir funksiya üçün müəyyən tapılma yolları mövcuddur. Məsələn, bu xətti funksiyada təyin oblasti və qiymətlər oblasti hər şeyi ala bilərlər. Aşağıdakı hiperbolada isə təyin oblastımız bayaq danışdığımız kimi x sıfırdan fərqli olmalıdır. Yəni belə yaza bilərik. X daxildir, mənfi sonsuzluq 0, birləşmə 0 müsbət sonsuzluq. Və aralıqlar gördüyümüz kimi daxil deyil. İntervallara daxil deyil 0. Qiymətlər oblastını isə bu sual üçün bu sualın qiymətlər oblastina hiperbola'nın danışığında daha yaxından toxunarıq. Digərində isə y bərabər kök altı x-da yenə də deyirik ki, təyin oblasti x sıfırdan böyükdür. Biz bunu belə işarə edə bilərik, 0 müsbət sonsuzluq. Qiymətlər oblasti isə kökdən bildiyimiz kimi həmişə müsbət ədədləri çıxır. Buna görə də qiymətlər oblastında 0 müsbət sonsuzluq kimi işarə edə bilərik. Təyin oblasti və qiymətlər oblastını başa düşdükdən sonra tək cüt funksiyalara görə bilərik. Bayaq bu nümunədə cüt funksiyalarla bağlı bir şey qeyd edilmişdik. Deməli, tək funksiyalar
qiymətlərində, dəyişən əks qiymətlərində əks dəyərlər alır. Məsələn, bir tək funksiya yazıram. Y bərabərdir x-in kubu. X bərabərdir 3 olanda y-in qiyməti 27, x bərabərdir -3 olanda isə y-in qiyməti -27 olur. Gördüyümüz kimi x-in əks qiymətlərində y-in qiyməti də əks olur. Ancaq cüt funksiyalarda, məsələn, y bərabərdir x kvadrat funksiyasında x-in bir cüt əks qiymətlərində 2 və -2-də, məsələn, y-in qiymətləri 4 və yenə də 4 olur. Deməli, tək funksiyalarda bir cüt əks qiymətdə y-in aldığı qiymətlər əks, ancaq cüt funksiyalarda isə eyni qiymətlərə alınmış olacaq. Bunu ümumi şəkildə necə yazа bilərik? Tək funksiyalar üçün f x bərabərdir -f -x. Yəni, əksində aldığı qiymətin əksinə bərabərdir. Cüt funksiyalarda isə fx, yəni x-də aldığı qiymət, -x-də aldığı qiymətdən eynidir. Buna bayaqki nümunədə də baxmışdıq. İndi bildiyimiz tək və cüt funksiyalardan danışaq. X, yəni çoxədədi şəklində olan funksiyalardan əgər üstü təkdirsə, 2n üstəgəl 1 şəklindədirsə, bunlar hamısı tək funksiyadır. Məsələn, x kubu, x üstü 5 bu formada davam edir. Ancaq üstü cütdürsə, x üstü 2n-dirsə, burada məsələn x kvadrat, x üstü 4, x üstü 6 bu formada olanlarsa cüt funksiya olacaqlar. Bundan başqa biz trigonometrik funksiyalarda yada sala bilərik. Sinus x, tangens x, kotangens x. Bunlar hamısı tək funksiyadır. Trigonometrik funksiyalardan cüt olan yeganə funksiya kosinus x funksiyası olacaq. Bundan başqa nələrə fikirləşə bilərik? Əgər biz tək funksiyanın üzərinə tək funksiya gəlsək, bu zaman onun təşkili pozulmur. Eynilə cüt funksiyanın üstünə cüt də gəlsək, pozulmur. Ancaq təkin üzərinə cüt gəlsək, bu halda bizim funksiyamız nə tək, nə cüt funksiyalara aid olacaq. İndi tək cüt funksiyaları da bitirdikdən sonra tərs funksiyaya keçə bilərik. Tərs funksiyalar nəyə deyilir? Məsələn, bizim əlimizdə y bərabərdir fx funksiyası var. Bu funksiyanın tərs funksiyasını biz bu formada işarələyirik. F üstü -1x. Fikir veririk ki, -1 x-in üzərində yox, f-in üzərindədir. Bu nə deməkdir? Bizim ilkin əlimizdə olan fx funksiyasının təyin oblasti, bax bu tərs funksiyanın qiymətlər oblastıdır. Eyni şəkildə bunun qiymətlər oblasti, fx-in qiymətlər oblasti tərs funksiyanın təyin oblastıdır. Buna necə yanaşa bilərik? Məsələn, bir tərs funksiya nümunəsi götürək. Y bərabərdir, tutaq ki, x kvadratı mən fx-imdir. Bunun tərs funksiyası y bərabərdir, köklü x-dir. Burada məsələn, x-in yerinə 2 yazsam, y 4 olur. Amma burada gətirib x-in yerinə 4 yazsam, y 2 olur. Gördüyümüz kimi, bunun x-i digərinin x-inə, y-inə, bunun x-i isə digərin y-inə bərabər olur. Yəni, birinin təyin oblasti digərinin qiymətlər oblastına bərabər olur. Xətti funksiyaları indi baxaq, tərs funksiyaları necə tapmaq olar? Məsələn, bir dənə xətti funksiya götürürəm. Y bərabərdir 5x üstəgəl 10. Bu funksiyanın tərs funksiyasını tapmaq üçün. Ümumiyyətlə, bu qayda yalnız tərs funksiyalara aiddir, yalnız xətti funksiyalara yox, bütün funksiyalara aiddir. İstənilən funksiyanın təyin oblastının tərs funksiyasını tapmaq üçün x və y-nin yerini dəyişməliyik. İndi mən burada y-in yerinə x, x-in yerinə y yazsam, x bərabərdir 5y üstəgəl 10 yazsam. Buradan mən axtarıb y-i tapmalıyam ki, verilmiş funksiyanın tərs funksiyasını tapım. Nə olur? 5y bərabərdir x çıxılsın 10, y də bərabər olacaq x çıxıb 10 bölünsün 5. Deməli, bizim funksiyanın tərs funksiyası bu olacaq. Bu necə yoxlaya bilərik? Məsələn, x-in yerinə 5 yazanda, x-in yerinə yuxarıda 5 yazanda funksiyamızın qiyməti olur 35. Burada indi
X'in yerine 35 yazanda 35 çıxan olur 25, 5'e böləndə eləyəcək 5. Gördüğünüz kimi bu 5 bu 5'e, x'dəki 35 də y-dəki 35'e bərabər olacaq.